Necədir smoking Ləman bəy? Əla, xoşuma gəldi. Super ideal oturuşda söz ola bilməz. Gələcəkdə bu dəsti yenidən geymək fikriniz var? Yox, əlbəttə ki, bu ömrümdə bir dəfə toy olur, onu da toya girəcəm, onunla da finish. Allah sizi xoşbəxt eləsin. Azərbaycan bəylərinin isə smoking geyməməkdə əsas bəhanələrindən biri odur ki, toydan sonra bu geyimdən istifadə eləmək olmur. İllərlə qarderobda asılı vəziyyətdə qalır. Biz isə öz dərzi heyətimizlə buna bir çözüm tapmışıq. Varatnik hissəsindəki atlası və şalvarın kənarındakı kantı dəyişməklə kostyum gündəliyə, işə rahat geyə biləcəyiniz bir kostyum formasına gəlir. Əgər siz bunu ərsəyə gətirsəz, sizə hava olsun. İnşallah gələn çəkilişdə həmin bu dəsti sizin əyninizdə mən deyən formada görəcəyik. İnşallah görəcəyik. Oldu? Oldu. Allah xoşbəxt. Sağ ol.